Deməli, Anamada xatırlayırsınız, nə bir hadisə baş verdi. Ələsgər Əhmədov adlı bir nəfər, deməli, Anamanın rəhbəri tərəfindən işdən uzaqlaşdırıldı. Bir ambar direktoru idi Ələsgər Əhmədov. Orada da yazırdı ki, nalayiq hərəkətlərinə görə mən o videonu da sizə təqdim eləmişdim və orada cüzi də olsa izahat vermişdim ki, söhbət nədən gedir. Orada bir nəfər adam, deməli, oğurluq eləyir. Müəyyən müddət ərzində oğurluq nədən ibarət olur? 50-yə yaxın, orada əməkdaşlardan başqa 50-yə yaxın sapyor var, mina axtaranlar var, əskərlər var. Bu əskərlərin yeməyi orada hazırlanır. Deməli, dostlar, nə baş verir? Bunu hamı istəyirəm ki, hər kəs bilsin bu cür rüsvaçılar, bu cür rəzaləti. Bu ailə, müəyyən bir ailə var orada. O ailədən bir nəfər çırpışdırır, verir obursuna, obursu çıxardır. Ora gedən ərzaqların keyfiyyəti ilə bağlı mənə dedilər ki, Vüqar bəy, çox keyfiyyətli ərzaqlar gəlir. Deyir, hətta yağı adam istəyir ki, çörəksiz yesin. Yəni təmiz, bahalı yağ gəlir, o kərə yağları gəlir ki, və bu kərə yağları deməli, həmin adamlar tərəfindən oradan çıxarılır, aparılır mağazaya, mağazada satışa qoyulur. Mağazadan ucuz yağlar, düşük yağlar alınır, gətirilir yeməkxanaya, yeməkxanada verilir aşpazlara, aşpazlar həmin yağlarla əskərlərə yemək hazırlayırlar. Və bu xeyli müddət bu proses davam eləyir. O proses davam elədikcə, dostlar, nə baş verir sonra? Bu xanım rəhbər tərəfindən, daha doğrusu mühafizə tərəfindən tutulur və rəhbər tərəfindən çağırılır. O Əhməd Ələsgər Əhmədov tərəfindən qəbul olunur. Xanıma başa salınır ki, özü yığışdırıcının əslində bu Əhməd müəllimin, Əhmədovun günahıydı. Dərhal ya polisə müraciət eləməlidir, ya da işdən ailəlik onları çıxartmalıydı. Amma nə baş verir? Aralarında nəsə bir sövdələşmə olur. Yəqin ki, bu sövdələşmədən dolayı Ələsgər Əhmədov o xanımı işdən çıxartmır, xəbərdarlıq edir və onu yeməkdən xadiməsini ayırır, verir Camaşırxanaya ki, ged orada işləcinə. Anam əməkdaşlarının deməli, mənə verdiyi məlumata görə Ələsgər Əhmədov əvvəllər deməli Lənkəran rayon icra hakimiyyətində icra başçısının köməkçisi işləyibdi. İnsafən əxlaqı ilə bağlı heç bir problem olmayıbdı. Yəni əxlaqlı adamdır, tərbiyəli adamdır, mədəni adamdır, işçinin qədrini bilən adamdır. Yəni budur şeylər. Hətta bir çox hallarda deyək, qızlar orada deyək, yemək hazırlayanda eləyəndə və yaxud da çay hazırlayanda çağırırlar ki, Ələsgər müəllim, gəlibsənsə bura qədər gəl bizimlə bir çay iç. Deyir, heç vaxt qızların yanına, xanımların yanına girməzdi ki, yox bala, siz oturun orada, hər kəsə də qızım deyərdi. Siz oturun, içəridə çay için, mənim çayımı bir stul verin, oturun eşdə, elə burada bir istəkan için gedim. Yəni bu qədər əxlaqlı adamdır. Amma olsun, hər nə qədər sən əxlaqlı olursan ol, mütləq şeytanla mücadilə aparmağı da bacarmalısan. Və bir günlərin bu şeytan Ağsaqqal kişini təliyə salır. Hətta çox maraqlı məlumatlar əldə eləmişəm ki, bir neçə xanım var ki orada, onlardan əlaqüsüdə 2 nəfəri bu Ələsgər Əhmədov üçün yemək zad aparırmışlar. Bəzi şeylər aparırmışlar. Və onu qoyub gedəndən sonra bu birisi qızlara deyirmiş ki, bu yeməyi yaparın özünüz ye, ya atın onlara. Mən nəsə bunların hərəkətlərindən şübhələnirəm. Ələsgər Əhmədov qorxurmuş ki, ona hansısa bir dərman verə bilərlər, zəhərləyə bilərlər, bir şey eləyə bilərlər. Bundan dolayı deməli, Ələsgər Əhmədov, yəni həmin o ambarın direktoru özünü qoruyurmuş. Onun oraya gəlməsi bir təsadüfdürmü? Təsadüfdür. Yəqin ki, kiminsə tapşırığı ilə ambara Anamaya gəlib. Çünki peşəkar bu hərbiçi deyil. Yəni nə minadan, nə axtarışdan bu şeylərdən anlayışı yoxdur. Amma olsun, gətiriblər, indi qoyublar. O da yaşlı adamda 63-65 yaşı var. İşləyir. Əldə etdiyim məlumatlardan dolayı verdiyim yayımdan sonra Anamadan, yəni rəhbərlik dərhal Bakıdan ora Ağdama göndərdi, komissiya göndərdilər. Komissiya bir neçə gün idi orada işləyirdi. Komissiya deməli hər kəsin izahatını aldı, yekunlaşdırdı və Bakıya qayıtdılar. Maraqlıdır ki, hələ də orada heç kəs cəzalandırılmayıb Ələsgər Əhmədovdan başqa. Yəni o videonun çəkilməsi nə məsələ idi? Mən bunu tam elə mənasıyla aşmayacağım. Yəni nə baş verib orada, hansı oyunlar baş verib? Hələ ki əlimdə bəzi materiallar var, onların dəqiqləşdirilməsi ilə məşğulam. Amma
mən təxmin edirəm ki, bir qrup şəxs tərəfindən bu oyun Ələsgər Əhmədova tərəf qurulubdur. Ələsgər Əhmədovun oradan uzaqlaşdırılması ilə bağlı əvvəlcə bir neçə əvvəl işlənmiş bir planın tərkib hissəsidir. Çünki o adam oradan uzaqlaşdırılmalıdır ki, həmin bu oyunu quran adamlar ora rəhbər vəzifəyə gəlsinlər. Ələsgər Əhmədov uzaqlaşandan sonra çox maraqlıdır ki, Vüqar Süleymanov, Anamanın rəhbəri, öz bacısı oğlunu ora rəhbər göndərir. Ələsgər Əhmədovun yerinə. Çox maraqlı, deyil mi? Vüqar Süleymanovun mavini korrupsiyada ittiham olunur, işdən uzaqlaşdırılır, amma Vüqar Süleymanova toxunulmur. O qalır yerində və korrupsiya ilə məşğul olan adamın üzərində cinayətçi qaldırılır, qaldırılmır, hələ heç bu da bilinmir ki, düzənməliyinə baş verdi. Öz bacısı oğlunu hal-hazırda Ələsgər Əhmədovun yerinə göndərir. Bu da ora gedəndən daim mənə kör deyib, hər gələnə vur deyib prinsipi ilə orada yeri gəldi, gəlmədi, işçiləri ciddi şəkildə qısnayır, lazım olan işlərə, olmayan işlərə yönləndirir ki, və orada da belə bir ifadə işlədir ki, sizə gərək mən bir dinclik verməyəm ki, başqa işlə məşğul olmayasın. Amma başqa işlə məşğul olan orada digər 20-dən çox, yəni 50-yə yaxın əməkdaş bunların 20-sindən çoxu qadındır. Digər qadınlara şər atmaqdır. Yəni, əgər siz başqa işlə bekar qalıb, başqa işlə məşğul olsun deyirsə, bu demək ki, bu bütün qadınlara şamil olunmalıdır orada. Amma əksinə, bu oyunu oynayanlar cəmi bir adamdır, bir ailədir. Və bu ailə Anama tərəfindən çox maraqlıdır ki, cəzalandırılmır. Düzdür, ola bilsin ki, gələcəkdə cəzalandırılsın, çünki artıq izahatlar alınıb geri qayıdıbdır. Mən indi həm də bir buradan başqa bir məsələni sizin diqqətinizə çatdıracağım ki, deməli, orada ciddi korrupsiya faktları da var. Artıq mən bəzi şeyləri əldə eləmişəm. İnşallah növbəti verilişlərimdə əgər mənim o informatorlarım məni aldatmasalar, yanıtmasalar, o informasiyanı mənə göndərsələr, mən həmin informasiyaları da, əldə olan həmin o sənədləri də hər kəsin diqqətinə buradan çatdıracağım. Bu bir oyunudur quruldu Ələsgər Əhmədova qarşı. Ələsgər Əhmədov, deməli, hadisədən sonra nə baş verir? Bu da istintaq orqanlarının işidir. Ələsgər Əhmədov, deməli, həmin xanımın, o qızın qardaşı tərəfindən döyülür. Yaxınlaşır, cəmaatın içində ona möhkəm bir kəllə vurur. Kişinin ağzını, burnunu dağıdırlar və kişiyə yarım saat vaxt qoyurlar. Fikir verin, ha. Yarım saat vaxt qoyurlar ki, mən gedirəm, başqa bir yer var. Ora qaydam. Əgər mən qayıtdığım müddətdə səni burada görsəm, səni mən öldürəcəyəm. Və bu təhdiddən sonra Ələsgər Əhmədov dərhal, hətta öz paltarlarını belə yığışdıra bilmir, kabinetini belə yığışdıra bilmir. Dərhal oturur maşına və oranı öz iş yerini tərk eləyir. Ölümdən dolayı. Əslində orada qeyri-adi bir şey yoxdur. Düzdür, ədəbsizlik var, əxlaqsızlıq var, bir şeylər var. Amma bu məsələ tam dibindən araşdırılmalıdır ki, o kişiyə yeməyinə mi bir şey qatılıb, içkisinə mi bir şey qatılıb? Necə ola bilər ki, belə bir əxlaqlı adam birdən-birə gəlir, təliyə düşür, tora düşür. Və tora düşür. Bu qızın marağı nədir bu videonu çəkib paylaşmaqdır? Və maraqlıdır ki, öz qızının çəkdiyi videonu paylayan da qızın atasıdır. Maraqlıdır. Çünki mən burada mənim detallar var. Bu detalları üzərində işləyirəm. Bunlar kimdir? Onların arxasında kim durur? Hara bağlanır? Bunların İqtisadiyyat Nazirliyi ilə nə əlaqələri var? Hərbi ilə nə əlaqələri var? Bunların polisdə adamı varmı, yoxmu? Mən bunlarla bağlı artıq müəyyən o az da olsa informasiya əldə eləmişəm. Amma bir idarədə hadisə baş verirsə, hadisənin iki tərəfi var. O vaxt günahlandırıla bilməzdi ki, o qadına əxlaqsızlıq təklif eləyərdi və qadın ondan imtina eləyərdi. Qadın gedib onu və bu şikayətdən dolayı da nə baş verərdi? Bu məsələ gizlin örtbasdır onları qutarıb gedərdi. Həmin kişini uzaqlaşdırardılar bu əxlaqsız adamı, bununla da məsələ qutarırdı. Amma nə baş verdi? Heç kəs bu məsələnin əsas mahiyyətinə varmadı. Sadəcə bu xanım bir telefonu götürdü əlinə, getdi, orada kişinin biədəb şəkildə videosunu çəkdi, verdi atasına və atası onu paylaşmaqla Ələsgər Əhmədovun vəzifəsinə son qoyuldu. Amma ailə bu gün də orada işləməkdə davam edir, öz işlərindədir. Əgər bu gün Ələsgər Əhmədov getdisə, bundan sonra da belə çıxır ki, həmin o oğurluqlar davam eləyəcəkdir. İlerleyen günlərdə dostlar, əldə etdiyim məlumatların daha səhih məlumatları mən sizin diqqətinizdə çatdıracağım inşallah. Bir bəyənmə işarəsini vuraq.
Mənim bir xahişim var sizdən. Burada bayaq Mahir bəyin verilişində orada nə baş verirdi? Bir nəfər adam mənim adımla, yəni Vüqar adında şəxs Zema xanımla nəsə gəldim, gördüm o materialları. Həm Zema xanımın video şeylərini mən yazışmalarını sildim. Həm Ceyhun bəyin yazışmalarını sildim. Həm Qadir bəyin yazışmalarını sildim. Həm də o Vüqarı ümumiyyətlə təmiz, onun bütün nə yazmışdı, hamısını sildim. Yəni biləsiniz ki, bunu nə Gülnaz xanım eləməyib, nə Təbliğ qardaş eləməyib. Bunu mən eləmişəm. Mən şəxsən mən silmişəm. Və buradan da Zema xanımdan da xahiş edirəm. Heç kəsə fikir verməyin. Bəzi adamlar var ki, bizim izləyiciləri yönləndirmək üçün bir araya girib bir nəfərimizə bir söz söylər və bizim hamımızın başımızı orada qatırlar. Həm də əsəblərimizlə oynayırlar. Amma sən onun yazdığına cavab verməsən, bilədik, görmədiksə bu zaten çıxıb gedəcəkdir. Bir də orada oldu keçdi ta. O adam bir daha yazmayacaqdır. Amma adam əgər bir neçə dəfə dalbadal yazacaqsa, təbii ki, onda biz görəcəyik ki, adam daha da qızışır və blok eləyəcək, qutab gedəcək. Ona görə də xahiş edirəm, bu şeylərdə biraz diqqətli olaq. Bəyənmə işarəsini vurduq, dostlar. Hər kəsdən xahiş edirəm. Bəyənmə işarəsini vuraq.